Hörmətli mühasiblər, uğurlu mühasib olmağın sirlərini sizlərlə paylaşırıq. Əgər siz də uğurlu mühasib olmaq istəyirsinizsə, bu 5 xüsusiyyəti özünüzdə cəmləşdirməlisiniz. 1. Məlumatları analiz edə biləcək səviyyədə Excel bilikləri. Günümüzdə mühasibatlıqda yalnız məlumatları daxil etmək deyil, həmçinin mövcud məlumatlar üzərində analiz edə bilmək qabiliyyəti də vacib nüanslardan biridir. 2. Proqram təminatı bilikləri. Digər sahələrdə olduğu kimi, mühasibatlıq sahəsində də rəqəmsallaşma günü-gündən artmaqdadır. Bu səbəbdən inkişaf etməkdə olan mühasibatlıq sahəsində proqram təminatı bilikləri xüsusi əhəmiyyət kəsb edir. 3. Gündəmin izlənilməsi. Bildiyimiz kimi, mühasibatlıq sahəsində tənzimləmələr bir neçə qanunvericiliklə nizamlanır. O səbəbdən həmin qanunvericilikdəki dəyişikliklər mütəmadi izlənilməlidir. 4. Öyrətməyi bacarmaq. Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Mühasiblər öz biliklərini nə qədər çox paylaşsalar, bir o qədər daha uğurlu olacaqlar. 5. Networking və faydalı əlaqələr. Ağıl ağıldan üstündür prinsipini əldə bayraq tutaraq, sizə dəyər qatacaq mühasib dostlar qazanmaq uğurunuzun əsas açarlarından biri olacaqdır. Siz də bu və daha çox faydalı məlumatlar üçün səhifəmizi izləməyi unutmayın.